Choose the logically correct sentences. Məntiqi cəhətdən düzgün cümlələri seçin. Biz cümlələri tərcüməsinə əsasən uyğun olanları təyin etməliyik. Birinci cümləmizdə a pessimist is someone who always expects the best outcome. Pessimist şəxslər həmişə ən yaxşı nəticəni gözləyir. Birinci cümləmiz yanlışdır məntiqi cəhətdən, çünki ən yaxşı nəticə göstərənlər optimistlər hesab olunur. İkincidə to cooperate means to work together with others toward a common goal. Əməkdaşlıq ümumi bir məqsəd uğrunda başqaları ilə birlikdə işləmək mənasına gəlir. İkinci cümləmiz məntiqi cəhətdən doğrudur. Üçüncü cümləmizdə a generous person refused to share anything with others. Alicənab bir şəxs başqaları ilə nəsə bir şey paylaşmağı rədd edir. Alicənab deyərkən biz həmçinin əl açıq insanları nəzərdə tuturuq burada. Və təbii ki, rədd etmək yox, qəbul etmək olmalı idi ki, doğru hesab edilsin. Ona görə cümlə yanlışdır. Dördüncü cümləmizdə a coward is someone who shows great courage in dangerous situation. Qorxaq təhlükəli vəziyyətlərdə böyük cəsarət göstərən şəxsdir. Qorxaq şəxs təbii ki, böyük cəsarət göstərə bilməz. Bu səbəbdən dördüncü cümlədə yanlış hesab olunur. Və beşinci cümlədə a mentor is someone who gives guidance and support to a less experienced person. Mentor az təcrübəli şəxsə dəstək verən və ona rəhbərlik edən şəxsdir. Beşinci cümləmizdə məntiqi cəhətdən doğru hesab olunur. Ümumi 2-5 C variantı düzgün cavabımızdır.